Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün DİM-in blok imtahanına uyğun, yəni qəbul imtahanına uyğun bir imtahana baxacağıq, bir sınağa baxacağıq. Bunun PDF-ini Telegram qrupumuzda paylaşmışam. Bu əslində bizim sınaqlar qrupumuzun ilk sınağıdır. Deməli, qrupa qoşulmaq üçün də buradakı WhatsApp nömrəsindən əlaqə saxlaya bilərsiniz. Deməli, suallarımız qəşəng keyfiyyətli suallardır. Bunlar əslində blok sınaqları əvvəlki illərin bloklarından bir qism suallar götürülüb, yəni deyək ki, 2010-2012-dən, amma yenilənib, yəni indiki bu bloka uyğunlaşdırılıb, yəni isbat sualları, situasiya və s. əlavə olunub. Yəni sırf hazır blok imtahanıdır deyə bilərik. Belə bir şeylə qarşılaşa bilərsiniz imtahanda. Deməli belə maraqlı suallarımız var. Gəlin biz başlayaq suallardan danışmağa. Deməli birinci, ifadəsinin ən böyük qiymətini tapın deyir. Ümumiyyətlə uşaqlar tangens ilə kotangens bir-birlərinin tərsləridir. Yəni tangens alfa üzərinə gəl kotangens alfa yazdığımız zaman və yadda saxlayın ki, belə bir şey gördüyünüzdə ilk ağlınıza xoşu bərabərsizliyi gəlməlidir. Buradan yaza bilərəm tangens alfa, kotangensi yerinə 1 bölünsün tangens alfa yaza bilərəm. Burada uşaqlar tərs funksiya anlayışı başqa bir şeydir, tərs ədəd anlayışı başqa bir şeydir. Bunlar bir-birlərinin tərsidir, amma tərs funksiya deyillər. Tərs funksiya tamam ayrı bir anlayışdır. Bunlar sadəcə bir-birinə tərs edir. 1 bölünsün A və A. Bunlar nədir? Bir-birlərinin tərsidir. Amma tərs funksiya deyə bilmərik, yəni o tamam ayrı bir şeydir. Onu qarışdırmayın. Deməli burada, yəni tərs funksiyanı biz belə göstəririk. Üstü -1. Bu f(x)-in tərsidir, amma bu bərabər deyil 1 bölü f(x)-ə. Bunlar ayrı anlayışlardır. Yəni üstünə xətt çəkməyib, bərabər deyil demişəm onsuz da. F(x)in tərsi demək 1 bölü f(x) demək deyil. Funksiyanın tərsi başqa bir anlayışdır. Aha, buradan uşaqlar biz nə bilirik? Xoşu bərabərsizliyin yazaq. Biz bilirik ki, A üstə gəl B, A və B müsbət ədədləri üçün bölünsün 2 ədədi orta, böyük bərabərdir, məndəsi ortadan. Əksər hallarda hamısını 2-yə vurub belə yazırlar. A üstə gəl B, böyük bərabər 2 vurulsun, kök altında A. İndi buradan uşaqlar diqqətlə baxaq. Bizim A-mız tangens alfa olsa, B-miz də 1 üstə gəl tangens alfa olsa nə baş verərdi? Buradan silək. Deyərdik, tangens alfa üzərinə gəl, 1 böl tangens alfa. Yəni, bunu əslində bir müddət sonra əzbərləyirsiniz. O qədər görürsünüz eyni şeyi, bu bərabərsizliyi. 2 vurulsun kök altında. Tangens alfa vurulsun 1 böl tangens alfa. O tangens alfa da saxlamaq olardı. Bilirik ki, onların hasili 1 olaraq. Şimdi buradan bunlar x-lar getdi. Oldu tangens alfa. Elə 1 böl tangensin yerinə kotangens yazıram. Böyük bərabərdir 2-dən. Bu nə deməkdir uşaqlar? Bu o deməkdir ki, tangens və kotangensin cəmi 2-dən müsbət sonsuzluğa doğru gedir. Əgər tangens və kotangens müsbətdirsə. Amma mənfi olsa nə olacaq uşaqlar? Mənfi sonsuzluqdan bunun əksi. Mənfi 2 ilə birləşir. Bu uşaqlar bizim tangens üstəgəl kotangensimizin qiymətlər çoxluğudur. Mənfi sonsuzluqdan mənfi 2-yə, müsbət 2-dən müsbət sonsuzluğa. Nə zaman bu dəyişir? Əgər sənə tangens və kotangensin rübünü konkret versə, desə ki, məsələn, bu birinci rübdədir. Sən başa düşürsən ki, birinci rübdə bu cəm mənfi ola bilməz. Çünki tangens də müsbətdir, kotangens də. Deməli, 1 və 3-cü rübü versə, buranı götürürsən. Müsbət hissəsin. Amma 2 və 4 desə, sol tərəfə götürürsən. Rüb verməsə, hamısını götürürsən. İndi bizə bu nədir? Deyir ki, mənfi pi bölü 2 ilə 0 arası. Bu arada da uşaqlar, mənfi bölü 2 buradadır da. Yəni, saat əqrəbinin əksi istiqamətində başlayıram. Mənfi pi bölü 2 qədər bura gəldi. Bura oldu mənfi pi bölü 2. Burada 0-dır. Yəni, bizdə bu hissəni istəyir. Deməli, neçənci rübdür bu? 4-cü rüb. 4-cü rübdə tangens də kotangens də mənfidir. Deməli, cəmləri də mənfi olacaq. Onda buranı götürə bilmərəm. Bizim cavabımız olacaq mənfi sonsuzluqdan mənfi 2-yə. Görək cavabımızda varmı? Nə soruşur? İfadəsinin ən böyük qiymətini tapın. Başqa bir şey. Burada uşaqlar cavablar qeyd olunub. Ümumiyyətlə sınaq qruplarında o cavabları hazır saxlayıram ki, birdən nəsə bir diqqət səhv eləməyim. Uşaq baxıb deməsin ki, mənim PDF-də ayrı cavabdır, burada ayrı. Diqqət səhvlərini önləyək deyə bunu eləyirik. Siz amma təbii ki, PDF-dən işləsəz, yəni cavablar yoxdur orada. Əvvəl işləyin, sonra baxın. Nədir bizə? İfadəsinin ən böyük qiymətini tapın. Mən də fikirləşirəm ki, uşaqlar, bu cəmin yerinə ən böyük nə yaza bilərəm? -2 yaza bilərəm. Niyə ən böyük -2 yazıram? Çünki, rübə baxırdım, 4-cü rübdə. Niyə -2 yaza bilərəm? Çünki mənfi sonsuzluqdan -2-yə qədər ən böyük ədəd -2-dir. -2-ni də 2-yə böldüm, -1 oldu. Qəşəng sualdır. Biraz amma bunların izahı uzun çəkəcək. 33 dənə sual deyəsən 2 günə 200 dənə izah edəcəm. Funksiyasının böhran nöqtələrini tapın. Uşaqlar, böhran nöqtə deyəndə biz nə edirdik? Törəmə tapırdıq, sıfıra bərabər eləyirdik. İndi buradan gəlin biz törəmə tapaq.
Törəmə fix bərabərdir. X-in törəməsi, cəmin törəməsi varsa, ayrı-ayrı törəmələr tapırdıq. Üzərinə gəl. Hətta siz belə yazım sonra. Törəmə də yeni öyrənirsiniz yəqin ki. İşte gəl 2 kosinus x törəməsi bərabərdir. X-in törəməsi üzərinə gəl 2 kosinus x-in törəməsi. X-in törəməsi 1-dir. Bunu bilirik. Kosinusun törəməsi isə mənfi sinus x-dir. Onda mənfi qarşıya gələr. 2 ilə də işiniz yoxdur. 1 çıxılsın 2 sinus x oldu. Bunu bərabər eləyirəm 0-a böhran nöqtələrini axtarmaq üçün. Buradan 2 sinus x o tərəfə aparsaq, 2 sinus x bərabərdir 1-ə. Onda sinus x bərabərdir 2-də 1-ə. Bu da oldu bizim trigonometrik tənliyimiz. Deməli, buradan x bərabərdir. Mənfi 1 üstü k vurulsun. 2-də 1-i bu alır 30 dərəcədə. Pi bölü 6 üzərinə gəl. Pi k'lar. Bu oldu bizim ümumi qaydamız. Ümumi, yəni cavabımız. Nə soruşur bizdən? Hələ ümumi böhran nöqtə soruşur. Cavabımız B variantı. Qəşəng sualdır. Trigonometrik tənlik ilə bağlı bir sualdır. Həm də inteqrasiya. Tənlər sistemindən x, y hasilini tapın deyir. Burada uşaqlar baxırıq ki, sanki biri o birinin kvadratıdır. Amma təbii ki, tam olaraq biri o birinin kvadratı deyil. Amma müəyyən əlaqəsi var. Mən baxın nə edirəm. Mən burada x kvadratla y kvadratın cəmini belə yaza bilərəm. Köməkçi müxtəsərdən x üstə gəl y-in kvadratı çıxılsın 2xy. Sonra, indi buradan diqqətlə baxın. Bir dənə də nəyimiz vardı? X, y-imiz var idi. Onu da orada yadda saxlayaq. Yəni, bu yaddan çıxılsın. Kvadratlar cəmini belə yazdım. Bir dənə də x, y qaldı orada. X üzərinə gəl, kök altında x, y, üzərinə gəl, y bərabər 5. Bu y niyə belə oldu? Buradan davam edək. Deməli, uşaqlar, baxın nə edək. Biz indi x üstə gəl y-i buradan ifadə eləyəcək. Əvvəlcə istəyir bunu yazın. Çox tələsməyək. Çıxılsın x, y bərabər 5 olaraq qalsın. Buradan da x üstə gəl y-i tapa bilərəm. Bu nəyə bərabərdir? Kök altında x, y o tərəfə atsaq, 5 çıxılsın kök altında x, y. Əla. İndi yerinə yazacaq uşaqlar bunu. Bu daha da sanki mürəkkəbləşər. Bunu necə eləsə daha qəşəng olardı. Belə qalıb. Yerinə yazarıq. Burada mötərizəyə bir gərək də yoxdur. Aha. İndi uşaqlar, buradan davam edirəm. X üstə gəl y-in yerinə yazıram bunun qiymətini. Yəni 5 çıxılsın kök altında x, y kvadratı çıxılsın x, y bərabərdir 5. İndi bunu açsaq, olacaq 25. Çıxılsın x-in hasili 2 misli 10 kök altında x, y. Bir də bunun kvadratı. Çıxılsın x, y bərabər 5. Bunlar islah getdi. Bundan sonra bunu sağa atdım, 5-i bu tərəfə gətirdim. 20 bərabərdir 10 kök altında x, y. Hər tərəfi 10-a bölsək, x, y kök altında bizdə oldu 2. Yüksəldək kvadrata. X, y-imiz də olacaq bizdə 4. Nə soruşurdu bu bizdən? X, y hasilini tapın. Nəyi səhv elədik? Deməli, peki bura atdım 20. Onu düzdür. Deməli, mənfi x, y. Bu da düzdür. 15. Burada 5 yazmışam. Hə, bu 15 olmalıdır. Görürsünüz 15-i niyə orada 5 eləmişəm? Burada yenə 15 olacaq. Burada yenə 15-dir. Onda yekunda bir də təzədən baxaq. Bir də təzədən yazmıram uşaqlar. Sadəcə burada 15 əvəzində 5 yazmışam. Onu düzəltdim. Onu düzəltdim, əsəbləşməyin. 25, 15-i buraya gətirsək, bunu da o tərəfə aparsaq, düzələcək. 10 bərabər 10. X, y də buradan oldu 1. Allah. Bu 4 deyib keçəcəkdim misalda. Yaxşı ki, o diqqət səhvini gördük. İnsanın özünü bilməsi yaxşı bir şeydir uşaqlar. Gəldim növbəti bir suala. Burada uşaqlar limit x gedəndə 4-ə, x yaxınlaşır 4-ə. Yuxarıda da bizə verilib kökdə x çıxılsın 2. Mən indi burada x-in yenə 4 yazsam, deməli 0 böl 0 deyə bir qeyri-müəyyənlik yaranır. Ona görə bunu belə saxlamaq olmaz. Nə edirik? Biz aşağını vuruqlara ayıraq. Limit x gedəndə 4-ə. Aşağını vuruqlara ayırsam, yəni bu x çıxılsın 4-ü belə yazıraq. X-imiz kök altında x-in kvadratıdır. 4 də 2-nin kvadratıdır. Yəni a minus b, a plus b-dən kökdə x çıxılsın 2, kökdə x üstəgəl 2 yaza bilərik. Yuxarıda da kökdə x çıxılsın 2 var. Bunun ixtisar getsə, qaldı limit x yaxınlaşanda 4-ə 1 bölünsün kök altında x üzərinə gəl 2. İndi x-in yerinə 2 yazaq, 4 yazaq. X hara yaxınlaşır 4-ə. X-in yerinə 4 yazdım. Oldu 1 bölünsün 2 üstəgəl 2. Yəni 4-də.
Bu da E variantı. Növbəti sualımız. İfadəsinin qiymətini dir hesablayın. Burada uşaqlar biz nə edə bilərik? Elə bunu çarpaz vursaq, olacaq b kvadrat bərabərdir a vurulsun c. Bunu bilirəm. İndi gəlin yerini yazaq. A ilə işimiz yoxdur. Harda b kvadrat görsəm, yerini yazıram a vurulsun c. Aşağıda deməli 2 vurulsun b kvadrat ac üzərinə gəl c kvadrat. İndi yuxarıdan a-nı ortaq çıxarsaq, 2a üstə gəl c. Aşağıdan c-ni ortaq çıxarsaq, 2a üstə gəl c. Bunlar da ixtisar getdi. Qaldı a bölünsün c. Bu da B variantı. Növbəti bir suala baxaq. Burada uşaqlar a vurulsun 1 böl a var. Burada a'lar ixtisar gedər. Qalacaq 1 çıxılsın 1 böl a. Və bu bölməni də çevirəcək tərsinə eləyəcək vurma. Kəsi tərsinə çevirsəm, bölmə olacaq vurma. Burada ortaq məxrəcimiz a-dır. Bunu a-ya vurarıq. A çıx 1 vurulsun a bölünsün. Bunu da a minus b a plus b-dən a minus 1, a minus 1 deyərik. A minus b-lər getdi, a-lar getdi, yerdə qaldı. 1 bölünsün, a üstə gəl 1. Bu da mürəkkəb olmayan bir dənə sual. Növbəti bir sualımıza baxaq uşaqlar. Bu axırıncı sualdır, bunu böyüdək. Qəşəngcə baxaq bunu. Deməli, burada uşaqlar, diqqətlə baxın. Mən görürəm ki, burada D4 D3-ə, D2 də D1-ə paraleldir. İndi buradan nələri bilməliyik? Birinci, 100-ün qonşu uşaq. Belə birbaşa tapmaq olar. Yəni, belə düşünün də. 2 dənə paralel xətt var, burada bir kəsən var. Düzdür, bunu belə kəsmişik. Bura 100 dərəcə desəm, nə deyərdiniz bura? Bura 80 deyərdiniz. Düzdür, daxili bir tərtib bucaqlardan cəmi 180 dərəcə olmalıdır. Elə buradan deyə bilərik ki, bu 100-də, bura 80-dir. Bu 100-dürsə, qarşısı da 100-dür. Yenə 100-sə, bura 80 olmalıdır ki, daxili bir tərtib bucaqların cəmi 180 dərəcə olsun. Yaxud, bunlar buradan silib. Bir də bu cür baxaq. Düzdür, bu daha kəskin plan üsuldur. 100-ün qonşu 80-dir. İndi bu beta ilə bu 80 necə bucaqdır? Uyğun bucaqdır. Ona görə burada 80 olacaq. Bu 80 ilə buraya yenə uyğun bucaq olduğu üçün 80. Alfa üstə gəl beta 80 üstə gəl 80 160 dərəcə olacaq. 8-ci sual. Sürətləri 21 olan düzgün olmayan kəsirlərdən təsadüfi seçilmiş birinin natural ədəd olması ehtimalını tapın. Deməli uşaq sürətləri 21-dir. Məsələn 1-də 21, 2-də 21 deyə davam edirəm. Axırda da gəlir 21-də 21. Bunlardan deyir ki, təsadüfi birini seçirəm. Birinci sən bilməlisən ki, bizim burada ehtimalımızda mümkün an sayı 21 dənədir. Çünki 1-də 21-dən başladım. Amma fikir verin. 1, 2, 3, 4, 21-ə qədər gəldim. Ümumi say 21-dir. Mümkün an sayı. Əlverişli al sayı hansıdır? 21-in bölündüyü ədədlər. Yəni 21 1-ə bölünür, 3-ə bölünür, 7-yə bölünür, 21-ə bölünür. Başqa varmı? Başqa bir şey yoxdur. Yəni bölünür və cavab natural olur. Ona görə 1, 2, 3, 4 dənə bizim burada əlverişli halımız vardır. Əgər bu daha böyük, məsələn 240 olsaydı nə edərdik? 1-1 bölənləri yazmayacaqsan ki, 240-ı natural bölənlərini tapardınız. Burada onsuz da 21-in də natural bölənini tapsaz, 3 vur 7, qüvvətlərin üzərinə 1 gəldim, 2 vur 2, 4 dənə olur. Yəni yenə eyni şey olur. Qəşəng sual. Hər suala qəşəng sualdır. Deyəcəksiniz müəllim, bəli. Niyəsə məcbur istəyirəm özümü. Sezarın haqqı Sezara deyir. Oturacağının sahəsinin yan səthinin sahəsinə nisbəti 10-8 olan konusun hündürlüyünün oturacağının radiusuna nisbətini tapın. Deməli, oturacağın sahəsinin yan səthinin sahəsinə nisbəti olan konusdan söhbət gedir. Konusun oturacağın sahəsi nədir? Pi r kvadrat. Çünki nədir? Bir dairədir. Yan səthinin sahəsi isə pi r l. Bunu da bil. L burada doğrandır. İndi bizim burada cavabımız nə olub? 10-da 8 olub. Düzdür. Burada x-lar aparsaq, p-lər getdi, l-ləri apardıq. Qaldı burada r bölünsün, l bərabərdir. 8 ilə 10-da x-lar aparsaq 2-yə bölünsün 5. Yəni, radiusumuz 4K-dırsa, doğranımız 5K-dır. Onda hündürlüyümüz 3K olacaq. Onu indidən gördük. İndi baxın, biz bir konus çəkək. Bir üç bucaq çəkirik, bərabər yanı. Sonra burada bir dairə düzəldirik. Bu da olur bizə konus. Burada uşaqlar bunu endirdim. Bu hündürlüyümüzdür. Bura doğrandır. Düzdür. Burada radiusdur. Doğranımız 5K-dır. Radiusumuz 4K-dır. Onda bizim hündürlüyümüz nə olacaq uşaqlar? 3, 4, 5-dən 3K olacaq. Hündürlüyü axı perpendikular, Pifaqor teoremi. Hündürlüyümüz 3K-dır. Bir də nə deyirdi bu? Deyirdi ki, konusun hündürlüyünün, yəni haşın oturacağının radiusuna nisbəti, yəni r-ə nisbəti bizim haşımız 3K idi, r-imiz də 4K idi. Cavabımız 4-də 3 oldu. Yəni 3 bölünsün 4 A variantı. Növbəti bir suala baxaq. Bərabər yanlı trapesiyanın sahəsi bu qədər, orta xətti bu qədər, yan tərəfi isə 5-dir.
Görək bu bizdən nə istəyir. Bir bərabər yanlı trapeziumuz var. Bərabər yanlıdır. Sahəsini bizə verib, orta xəttini bizə 40 verib. Yan tərəfi də bizə 5 verib. Uşaqlar, burada orta xətti bizə verməsinin səbəbi bizim hündürlüyü tapmağımızdır. Yəni biz hündürlüyü tapmalıyıq. Biz bilirik ki, sahə bərabərdir. Orta xətt vurulsun h. Sahə 160-dır. Orta xəttimiz 40-dır. Bura 40-dır. H-ımız bilinmir. Cavab da 160-dır. Buradan h nəyə bərabər oldu? 160 bölü 40. 4 oldu. Yəni bizim hündürlüyümüz nəymiş? 4 imiş. Bunda buradakı parça nə qədər olacaq? Deməli bizdə 3 olacaq. İndi uşaqlar, biz bərabər yanlı trapeziyada bir hündürlük endirdiyimiz zaman bilirdik ki, kiçik parça bərabər yanlıdır. Kiçik parça oturacaqlar fərqinin yarısıdır. Böyük parça oturacaqlar cəminin yarısıdır. Yəni böyük parça orta xəttdir. Mən onda burada yaza bilərəm. Orta xəttimiz 40 idi. Bura 40 yaza bilərəm. Sualımız nədir? Trapeziyanın kiçik oturacağını tapın. Bu hündürlüyü də endirsəm uşaqlar. Bura nə olacaq? Yəni 3 olacaq. Ümumi 40-dır. Bura ümumi 40 idi. Bura 3 yazdım. Bura qaldı 37. Onda kiçik oturacağımız 37 imiş. Soracağımız yer var. Gəldim 11-ci suala. Bu 11-12 şifahi suallardır. Birinci burada kəssən iki düz xətt arasındakı bucaq ola bilər deyir. Burada uşaqlar başa düşülür. Yəni buradakı bucağımız bizim kör bucaq olmayacaq. Yəni belə qəbul edilib ki, kəssən iki düz xətt arasındakı bucaq iti bucaq olur. Yəni kör bucaq olmayacaq. 90 dərəcə də ola bilər. Təbii ki, o perpendikular kəsirsə, amma artıq 91 olduğu zaman 89-u götürürsən. Çünki məsələn deyək ki, belə iki dənə düz xətt kəsişdi. Belə çəkdim. Bura deyək ki, 91 dərəcədir. Bura 89 olacaq. Düzdür? 180 olması üçün. İki dənə düz xətt arasındakı bucaq 89 dərəcə oldu. Hətta 91 də desəm, 89 da desəm qarışıq olur. Düzdür? Məsələn, şərtdə soruşanda deyir ki, arada qalan kor bucağı tapın. Amma deməsə, biz sadəcə bunu iti bucaq qəbul edirik. Deməli, 71, 65, 88. Ola bilərdir, nə? 2, 4, 5. Bu da A variantı. Hansı funksiya bütün ədəd oxunda artanır? Bunlar uşaqlar hamısı xətti funksiyalardır. Biz bilirik ki, ilk bərabərdir. K(x) üstə əgər B şəklində bir funksiyaya biz xətti funksiya deyirdik. Burada K fərqlidir sıfırdan. Burada uşaqlar K sıfırdan fərqlidir. İlk bərabər B də bir xətti funksiyadır bu arada. Yəni sabit funksiya olacaq artıq o. Sabit funksiya da xətti funksiyadır. Onu deməsək də olar. İndi bunun artan azalan olması üçün nə deyə bilərik? Bura x olsun, bura y olsun. Bax, burada biz bilirik ki, bizim bucağımız iti olduğu zaman bu artandır. Məsələn, bu düz xətt nə iş görür? Soldan sağa gəldikcə düz xətt yuxarı qalxır. Lövhə də yuxarı qalxır. Yuxarı qalxır, düzdür. Amma bunu belə çəksə, nə baş verir? Düz xətt aşağı düşür. Burada K mənfi olur. Bu da tangens alfa ilə bağlı bir şeydir. Yəni kör bucaq əmələ gəldiyi zaman x oxunun müsbət istiqaməti ilə buradakı bucağa baxma. Yəni bura itidir axı. Biz həmişə o tərəfə baxırıq. X oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirirsə, bu olur. Deməli, K-mız mənfi. İti bucaq əmələ gəlsə, müsbət olacaq. İndi burada biz başa düşdük ki, K-mız mənfi olduğu zaman funksiya azalandır. Müsbətdirsə, yəni bu şəkildə olarsa məsələn, iti bucaq oldu. Nə oldu? Artan oldu. Burada K müsbətdir. İndi burada fikir verin. K-mız, bax, K harda olur? X-in əmsalı. K burada nədir? Mənfidir. Deməli, bu artan ola bilməz. Bu artan ola bilməz. Bu artan ola bilməz. Bu ümumiyyətlə sabit funksiyadır. Yerdə qalır D variantı. Bunun K-sı müsbətdir. Onsuz da bir dənə burada K müsbət. Qalanların hamısında mənfidir. Oradan da yola çıxmaq olar. İndi baxaq burada başqa nə suallarımız var. Bunlar da əslində mənfur suallardır. Deməli, birinci uşaqlar, bunu buradan kəsə biləcəkmi? Bunu kəsək, ətraflı baxaq bunlara. Deməli uşaqlar, burada məsələ nədir? Bu sual tipi mənşur sual tipidir. Topla buna aid suallar var. İndi BM 18-dirsə, bu M nöqtəsi nədir? M nöqtəsi AB, ASB üçbucağının medianlarının kəsmə nöqtəsidir. Yəni, bura ağırlıq mərkəzidir. Deyə bilər ki, mənim ağırlıq mərkəzində median 2-nin 1-ə bölünürdü. Əgər, bura bir Y deyə bilərik də. Əgər BM 18-dirsə, MY 9 olacaq 2-nin 1-ə bölünməsi üçün. Digər tərəfdə bu mediandır axı. Buranı yarı bölüblər, BY mediandır. Deyə bilərsiniz ki, müəllim, burada A, M, S düzbucaqlı üçbucağında MY medianı çəkilib. Orada da medianlı da, yəni oradan da medianlı, B-dən də gəlirsə mediandır. Deyə bilərsiniz ki, müəllim, düzbucaq təpəsindən hipotenuza median çəkdiyimiz zaman möhtəşəm üçlü əmələ gəlirdi. Yəni, MY bərabərdir, AY bərabər YS. Deməli, bunlar da 9. Sual nədir? AS-ni tapın. AS-miz nə oldu? 2 dəfə 9, 18. Məsələ bitdi. O, Y
Z müstəvisinə nəzərən bu nöqtəsinə simmetrik olan nöqtəni koordinat adam. Deməli uşaqlar, bu sual tipi məşhur sual tipidir və rahat bir şeydir. Yada saxlayırsınız nəyi? Y z-ə nəzərən simmetrik deyilsə, y z-i sabit saxla. Qalanın əksini yaz. Nəyin adını çəkirsə onu sabit saxlayırıq. İndi buradan biz deyə bilərik ki, m -1, 2, 1 nöqtəsi o, y, z-ə nəzərən simmetrik hara köçəcək? Deməli, nədir bizdə? O, y, z, düzdür, buraya yazmışam onsuz da. Y, z-imiz sabit qalmalıdır. X-imiz isə nə olacaq? Əksinə olacaq. Bu 1 olacaq. Y, z sabit qaldı. 1, 2, 1 oldu. A variantı. Bu sual qəşəng sualdır. Biraz fərqli. Arada belə uşaqlar çətin suallar da atırıq bura. Bu məsələn biraz çətin sualdır. Tənliyinin yeganə həllinin olması üçün A parametrinin ala biləcəyi qiymətlərin sayını tapın. Deməli, burada uşaqlar, biz birinci onu bilməliyik ki, yeganə həll əksər hallarda xətti tənlikdə olur. Çünki xətti tənlik, düzdür, orada da sonsuz sayda həll, yeganə həll, həlli olmaması və s. var. Amma yadda saxlayın ki, kvadratik bir şey varsa orada, biz orada xətti tənlik düzəltsək, yəni bəzən deyirik ki, diskriminant 0 olduğu zaman və A bərabər 0 olduğu zaman. Məsələn, bizə bir tənlik verir, orada demir ki, bu kvadratik tənlikdir. Burada bir tənlik var, bunun nə zaman yeganə həlli olar? Birinci deyirsən ki, bu kvadratik kimi götürülsə, diskriminant bərabər 0 deyərəm. Uşaqlar onu tapır. Amma xətti tənlik olmasını gözdən qaçırırlar ki, orada x kvadratın əmsalı 0-a getsə, yerdə qalacaq x. X bərabər nəsə olacaq bir dənə həll. Ona görə xətti olmasının da bir rolu var. Birinci uşaqlar, məsələn, biz burada çalışarıq ki, nə edək? Bunu yoxa çıxaraq, birinci. Bura yoxa çıxsa, olacaq belə bir tənlik. Bu tənliyi də gördüyümüz kimi bir dənə həlli olacaq. Çünki xətti bir tənlik yaranar orada. İndi buradan nə iş görürük? Baxın, bunun yoxa çıxması üçün baş əmsalı nə olmalıdır burada? X-in əmsalı daha doğrusu. 7A çıxılsın. A kvadrat çıx 12 bərabər 0. Bura 0 olsa düzələcək. İndi müəllim birdən bura 0 olsa, ora 0 ola bilmir onsuz da. Ona görə o şərtə baxmağa ehtiyac yoxdur. Bir dənə bu 0 ola bilər. Bunun əmsalı 0 ola bilər. Bunun əmsalı yoxdur onsuz da. İndi buradan biz hər tərəfi mənfiyə vuraq. A kvadrat çıx 7A üzərinə gəl 12 bərabər 0. Burada Viet teoremindən köklərimiz 3 və 4 ola bilər. Vuranda 12 cəmlədə 7. Deməli, 2 qiymət tapdım. 3 və 4. 3 və 4 olduğu zaman uşaqlar, burada diqqətlə baxsaz, A-nın yerinə məsələn 3 yazın. Alacaq -6, 1 bölü x bərabər 0. O tərəfə atsaq, -6 bərabər 1 bölü x çarpaz vursaq, x bərabər -6-da 1. Düzdür. Digər tərəfdən 4 yazıram yerinə. -8 çıx 1 bölü x bərabər 0. 1 bölü x bərabər -8. X-imiz də oldu -1 bölü 8. Deməli, yeganə həlli olurmuş. 2 dənə qiymət tapdım. 3 və 4. Bəs başqa harda qiymət tapa bilərəm? Bir də bunu uşaqlar x-ə vuraq və bir kvadratik tənlik yaradaq. X-ə vura bilərikmi? Bəli. X burada 0-dan fərqlidir. Bunu nəzərə alırım. Hər tərəfə vurdum x-ə uşaqlar. Nə oldu? Bura oldu 7A çıxılsın. A kvadrat çıx 12 x kvadrat. Sonra çıxılsın 2A x çıxılsın 1 bərabər 0. Bunu x-ə vurdum. Oldu x kvadrat. Bu oldu -2ax. Buradan x yoxa çıxdı. -1 qaldı. Bərabər 0. İndi buradan nə baş verməlidir? Diskriminant 0 olsa, deyərik ki, yeganə həlli var. Gəlin burada diskriminant tapaq. Nə bərabərdir? Bunun kvadratı çıxılsın, 4 vurulsun. A-mız da burada 7A çıxılsın, A kvadrat çıx 12. S-miz də burada -1-dir. Bu bərabər olmalıdır 0-a. İndi bunu hesablayaq. 4A kvadrat çıxılsın, 4 dəfə 7A 28A, -4-ü vurdum A kvadrat, müsbət 4A kvadrat oldu. Görək. Hə, bir də burada nə olacaq? Bunu səhv yazmayayım. B kvadrat çıxılsın 4AC. Bəli, düz yazmışıq. 4A kvadrat, bəli, 4 vurulsun. Hə, bu mənfini bunu müsbətləşdirər uşaq. Burada biraz diqqətli olaq. Çünki belə olsa mürəkkəb olacaqdır. Buradakı mənfi var ha. Bu mənfini bura vuranda bunu müsbətləşdirir. Bunu buradan silirəm. Mənfini vurub sildim oradan ki, səhv eləməyək. 4-ü vurdum 7A-ya, 28A. 4-ü vurdum A kvadrata, mənfiyə, mənfi. Bir də mənfi 48 bərabər 0. Ondan sonra 4A kvadratlar getdi. Yenə nəysə səhv yazdıq, hə? Bu artıqdır. Burada belə bir şey yox idi. Bayaqki 28 uşaq, elə bir şey yoxdur. 4A kvadrat, 4 dəfə 7A 28, 4A kvadrat 48. İndi buradan qaldı 28A. 48-i silmişəm kimi oldu. 4A kvadratı silmişdim. 28A bərabərdir 48. A da olacaq, çox önəmli deyil. 48 bölü 28. Bir də A qiymətimiz oldu nə?
4'ə böl 12 bölü 7. A üçün 3 dənə qiymət. Olduğunda cavabımız C variantı. Bu mürəkkəb sualdır. Blok üçündə mürəkkəb dəstində. Gəldim belə bir suala. Üçbucaqlı piramidanın yan tilləri 2, 3 və 4 olub cüt-cüt perpendikulardır. Piramidanın yan səthinin sahəsini tapın. Burada əslində uşaqlar, düşünün ki, bir piramida var. Hər dəfə tillər, yan tillər perpendikulardır. Onda orada düzbucaqlı üçbucaqlar yaranır. 3 dənə düzbucaqlı üçbucaq. Hər üz düzbucaqlı üçbucaqdır. Ona görə biz belə deyə bilərik. 2-də 1 AB düzbucaqlı üçbucağın sahəsi. Üzərinə gəl 2-də 1 BS, üzərinə gəl 2-də 1 AC. Buradan da 2-də 1-i ortaq çıxarırlar. Belə bir düstur yazırlar. AB, BS, AC. Bunu biz bilirik. İndi buradan uşaqlar biz nə düşünəcəyik? 2-də 1 AB. Bir tilimiz 2-dir, biri 3-dür. 2 dəfə 3 6. Sonra BS 3 dəfə 4 12. Bir də AC 2 dəfə 4 8. Nə oldu bu? 2-də 1 vurulsun 26. Cavabımız da oldu 13. C variantı. Gəldik buradakı suala. Bir tənliyi həll edin. Görək bizdə burada nə verib. Deməli, burada loqaritma kvadrata x çıxılsın loqaritma x üzərinə gəl 1. Bunu bizə burada verib. Biz burada nə edə bilərik uşaqlar? Biz bunu çarpaz vursaq sanki qəşəng olacaq. Bura bir 1 yazım. Çarpaz vursaq yoxlayaq da görək nə olur. Olur loqaritma. LC x yəni üstə gəl 1. Yəni onluq loqaritma. Vurulsun LC kvadratı x çıxılsın LC x üzərinə gəl 1 bərabərdir 9. Bu uşaqlar bizə nəyisə xatırladır. Bu sanki kublar cəmidir. Yəni birincinin kvadratı x-in hasilini çıxıblar, bir də ikincinin kvadratı elə 1 olaraq qalır. Deməli, sən demə bu nəymiş? Bu LC kub x imiş, bir də çıxılsın 1 bərabər. Buradan da 1-i atdıq o tərəfə. Burada daha doğrusu üstə gəl 1 olacaq. 1-i atdıq o tərəfə. Oldu 8. Deməli, nəyin kubu 8-dir? 2-nin kubu 8-dir. Kök aldım burada. Kub kök. 2 aldım. İndi buradan uşaqlar nə başa düşürük? Biz LC x-in nə olduğunu bilirik də. LC x uşaqlar loqaritma 10 əsasdan x deməkdir. Bu da bizdə 2 imiş. Deməli, x-imiz nəymiş? 10 üstü 2, yəni 100. 10 əsasdan 100 bizə 2-ni verər. Doğru cavabımız Y variantı. Gəldik integral sualına, ibtidai funksiya tapacağıq. Deməli, uşaqlar, bu tip suallarda nə edirsiniz? Dərəcə azaltma düsturundan istifadə edə bilərik. Fx çox düstur öyrənməmək üçün də hər şeydə düstur öyrənməyin. 1 çıxılsın kosinus 6x bölünsün 2. Bunun düsturunu biz bilirik trigonometriyadan. 2 qat arqument, yarım arqument düsturları. Bunu yazacağım. 2-də 1 çıxılsın 2-də 1 kosinus 6x. Bunu indi silirəm. Yəni bizim axtardığımız budur əslində. Bu funksiyanın integralını axtarıram. X yazaq bura. Bərabərdir. 2-də 1-in ibtidai funksiyası nədir uşaqlar? 2-də 1 x. Çünki x oradan nə olurdu? X-in törəməsi 1-dir axı. Onda 7x-in törəməsi 7-ni qarşıya çıxara bilərsən. X-in törəməsi olacaq 7. Yəni x-in törəməsi 1 olduğu üçün əmsalına bərabər olur. Bu da bu cür. Törəmədən gedir. Dəstə tərs törəmə tapırıq biz burada. Törəmənin tərsi integral deyirik. İndi buradan kosinus 6x düzdür. Nəyin törəməsi? Kosinus x olurdu. Sinusun törəməsi. Buraya sinus yazıram. Hətta sinus 6x yazıram. Sinus 6x-in törəməsi kosinus 6x ola bilər. Əlavə olaraq nə düşünürük? Burada mən törəmə tapanda 6-ya vururdum. Yəni sinus 6x-in törəməsini tapsam deyərəm kosinus 6x vurulsun 6. Burada isə 6-ya bölməliyəm. Bölünsün 6 deyirəm. Bir də burada çıxılsın 2-də 1 də var idi. Yəni bunun işimiz yoxdur. Sadəcə bunun nə iş gördük? Geriyə apardıq. Bir də üzərinə gəl S yazmalıyam mütləq. Çünki bir funksiyanın sonsuz sayda ibtidai funksiyası var. Üzərində müxtəlif s-lər gəlib sonsuz sayda integral deyə bilərsən. Yəni ibtidai funksiya deyə bilərsən. Olacaq 2-də 1x çıxılsın 12-də 1 sinus 6x üzərinə gəl s. Bu olacaq. Elə D var. 2-də 1 12 6x düz demişik. Üzərinə gəl s. Növbəti sualımız. Trapesiyanın böyük oturacağı 20, orta xətti isə 16 olacaq. İkiçi oturacağının tapın. Bu sadə sualdır uşaqlar. Trapesiyanın orta xəttini tapmaq üçün oturacaqlar cəmini yarı bölürdük. Bu bizə nəyi verib? 16-nı verib. Çarpaz vursam A üstə gəl B bərabər 32. Yəni oturacaqlar cəmi 32 imiş. Böyük oturacaq 20-dirsə, iki də buradan tapacağıq. 32. Buradan B nə oldu? 32 çıxılsın 20. Yəni 12 B variantı. Sonra burada 20 də
Sadə sualdır. Əvvəllər gördüyümüz sualdır. 5y bərabərdir 6z. Dedir ki, x bərabərdir 2z. Burada uşaqlar bizim məqsədimiz nədir? Müxtəlif aspektlərdən baxa bilərsiniz bu suala, amma ən qəşəng üsul nədir? Bərabərləşdirək üçün də bir-birinə. Məsələn, burada 6z var. 6z 5y imiş. İndi biz tapaq görək 6z neçə x-dir? Bunu tapmaq üçün hər tərəfi 3-ə vurarıq. Olacaq 3x bərabərdir 6z. Deməli, 2 dənə burada cavab aldıq. 6z həm 5y-dir, həm də 3x-dir. Onda mən belə yaza bilərəm. 3x bərabərdir 5y bərabərdir 6z. Bunu buradan götürdük. İndi burada uşaqlar biz əkob tapaq. 3-ə 5-ə 6-ya. Onsuz da 3 dənə 6-nın əkobu elə 6-dır. 5 dənə 6-ya əkob tapsaq 30k olacaq. X-in yerinə yazaram 10k, 3 dəfə 10k 30k. Y-ə verərəm 6k, Z-ə verərəm 5k. Əla. Nə istəyir bizdə? Bunların cəmini istəyir. Cəminin ən kiçik qiymətini istəyir. Onda cəmləyib k-ya 1 verərək də minimum qiymət. Çünki bunlar naturaldır deyir, fikir verin. K-ya 1 verə bilərsən minimum. Deməli, x, y, z-i cəmləyək. Olacaq 21k toplasaz. K-ya da 1 verəndə cavabımız 21 olacaq. Növbəti bir suala baxaq. Bizə 2 dənə kompleks ədəd verilib. Deyir ki, z1 bərabər z2. z1 bərabər z2 olması üçün uşaqlar, z1-imiz məsələn A1 üzərinə gəl B1i olsun. Z2-miz də nə olsun? A2 üzərinə gəl B2i. Deməli, burada A1 bərabər A2 olmalıdır. B1 bərabər B2 olmalıdır. Əgər bunlar bərabər kompleks ədədlərdirsə. Yəni, həqiqi hissələr bərabər olmalıdır, xəyali hissələr bərabər olmalıdır. Buradan diqqətlə gəlin baxaq. Z1-i aydın yazaq. Z1-imiz bərabərdir. 2x üzərinə gəl. Bax, bu da i ilə yazılıb, bu da i ilə yazılıb, düzdür. Mən i-ni ümumi ortaq çıxarsam, qalacaq burada 3 üstə gəl, y üstə gəl, 1. Yəni, xəyali hissəni ümumi yazmaq istəyirəm. Diqqətlə baxın, belə mürəkkəb bir şey deyil. Hər ikisindən nəyi ortaq çıxartdım? I-ni ortaq çıxartdım, qaldı 3 üstə gəl, y üstə gəl, 1. Digər tərəfdən Z2-miz nədir? Z2 daha bəsitdir. Burada bizim həqiqi hissəmiz y üstə gəl 8-dir. Xəyali hissə isə 6i-dir. Deməli, buradan baxırıq nəyə? Həqiqi hissələr burada 2x-dir, burada y üstə gəl 8. Deməli, 2x-imiz bərabər olar y üstə gəl 8-ə. Bunu yadda saxladım. Xəyali hissə burada nədir? 3 üstə gəl y üstə gəl 1. Bu bərabər olmalıdır -6-ya. Xəyali hissələr bir-birinə bərabər olur, həqiqi hissələrin bərabər. Yəni, xəyali hissənin əmsalları belə deyək, bir-birinə bərabər olur. Burada 1-i və 4-ü 3-ü bu tərəfə atsaq, olacaq -10. Y -10-dur. Bizə nə istəyir? X, Y hasilini istəyir. Y-in yerində -10 yazsam uşaqlar, nə alacam burada? 2x bərabərdir, -2, x-imiz də oldu, -1. Y-imiz -10, x-imiz -1 nə istəyir? X, Y hasilini istəyir. -1-i vursam -10-a, cavabımız müsbət 10 olacaq. Bunu da belə tapdıq. Növbəti suala baxaq. Burada hamısı suallar var. Buradan baxıram 22-yə. İfadəsinin qiymətini hesablayın. Burada uşaqlar, biz baxırıq ki, 3 dənə kökümüz var. Hərəsinin də dərəcəsi ayrıdır. Biz çalışırıq ki, üçünü də eyni dərəcəyə gətirək. Yəni, 6-cı dərəcəyə gətirməliyik. Bunun dərəcəsi 2-dir uşaqlar. Bunu 3-ə vuracam. Onda bunu da yüksəldərəm. Bax. Bunu 2-yə vursam, bunu da yüksəldərəm kvadrata. Deməli, yazıram burada birinci. 6-cı dərəcədən 2 üstə gəl kökdə 3-ün kubu. Vurulsun. 6-cı dərəcədən 2 çıxılsın kökdə 3-ün kvadratı. Düz yazdıq. Aşağıda da 6-cı dərəcədən 2 üstə gəl kökdə 3 bərabərdir. Yuxarıda uşaqlar, hər ikisinin dərəcəsi nədir? 6-dır. Mən deməli bunu yazsam 6-cı dərəcədən bunları vurmalıyam bir-birinə. Bunlar da bir-birinə vuranda qəşəng bir şey olacaq. Bax, burada kub var, burada kvadrat var. Hər ikisinin kvadratlarını bir-birinə vururam. Bir dənəsini ayıracam bax burada. Birinci ifadədən birini ayıracam. 2 üstə gəl kökdə 3-ün kvadratı vurulsun. 2 üstə gəl. Daha doğrusu 2 çıxılsın kökdə 3-ün kvadratı. Bir dənə burada nə qaldı? Bundan 3 dənə var idi. İkisini vurdum bu birinin ikisini, bir dənəsi qaldı. Bunu da burada əlavə yazıram. Niyə belə elədiyimi görəcəyik. Nə oldu aşağıda? 6-cı dərəcədən 2 üstə gəl kökdə 3 bərabərdir. Uşaqlar, bax, bu iki ifadəni bir-birinə vuranda bunları nə baş verir? 1 kökün altına yazacağam. Yəni, 1 qüvvətin altına yazacağam. 2 üstə gəl kökdə 3 vurulsun, 2 çıxılsın kökdə 3-ün ümumi kvadratı. Digər tərəfdən,
Burada A minus B, A plus B-dən 4 çıxılsın 3-ün kvadraты bərabər 1 qalır. Yəni bu hasil bizə 1-i verir. Ona görə yoxa çıxır. Yuxarıda nə qaldı? 6-cı dərəcədən 2 üstəgəl kökdə 3. Aşağıda yenə də 6-cı dərəcədən 2 üstəgəl kökdə 3. Cavabımız 1 olacaq. Məsələ bitdi. 23-ə baxaq. İfadəsinin bir qiymətini hesablayın. Suallar üst-üstə gəlmədi. 23. İfadəsinin qiymətini hesablayın burada uşaqlar. Nə edəcəyik? Burada 12-nin misilləri var əslində, onu görürük. Nə edə bilərik burada? Birinci uşaqlar bizim bilməli olduğumuz loqaritma A əsasdan B-nin yerinə 1 bölünsün loqaritma B əsasdan A yaza bilməyimizdir. Bunu hamımız bilirik. İndi buna uyğun olaraq biz nə edirik? Birinci ifadə qalsın. Loqaritma 2 əsasdan 24. Burada nə var əslində? Bu belə bir şeydir uşaqlar. Loqaritma 2 əsasdan 24 vurulsun. Deməli, 1 bölünsün loqaritma 48 əsasdan 2 düzdür. Bunu tərsinə çevirsəm nə yazaram? Loqaritma 2 əsasdan 48 yazaram. Çıxılsın yenə eyni məntiqlə burada. Loqaritma 2 əsasdan 96. Bunun yerinə isə nə yazıram? Tərsinə çevirirəm, yazıram vurulsun. Loqaritma 2 əsasdan 12. Əla. İndi buradan loqaritma 2 əsasdan 24-ün yerinə yazıram. 2 vurulsun 12. 48-in yerinə yazıram. Loqaritma 2 əsasdan 4 vurulsun 12. 4 dəfə 12 48. Loqaritma 2 əsasdan 96-nın yerinə biz nə yaza bilərik? Burada əslində hamısını 24-ə gətirmək olardımı? 3 dəfə görək 96 nədir? 96 12 vurulsun neçədir? 8 dəfə. Yox. 12 vurulsun 8 dəfədir də. 80 10 bəli 96. Deməli yazmaq olardı. 24 ilə yazmaq olardı. Eyb yoxda yazdıq belə. Loqaritma 2 əsasdan 12. İndi buradan diqqət edirsiniz nəyə? 2 əsasdan 12 demək uşaqlar. 2 əsasdan 2 vurulsun 12 demək nə deməkdir? Loqaritma 2 əsasdan 2 üzərinə gəl loqaritma 2 əsasdan 12 deməkdir. 2-ni çox yuxarıda yazdım sanki. Aşağı endirək. Bu eyni olmalıdır. Bir xətt üzrə. Burada isə yazacağım loqaritma 2 əsasdan 4 üzərinə gəl loqaritma 2 əsasdan 12. Bu desən 24-ə gətirsə daha qəşəng olardı. Da yazdım uşaqlar. Siz yazarsınız 24-dən istəsəz. Burada çıxılsın. Bu nə olacaq? Loqaritma 2 əsasdan 8 üzərinə gəl loqaritma 2 əsasdan 12. Yəni vurulur da toplama olanda. Burada da oldu loqaritma. Burada bir şey yoxdur. Elə sadəcə loqaritma 2 əsasdan 12. Daha qəşəng üsulmuş. İndi buradan bərabərdir. 2 əsasdan 2 1-dir. Üzərinə gəl loqaritma 2 əsasdan 12. Vurulsun. Burada cavab 2-dir. Loqaritma 2 əsasdan 12. Çıxılsın. 2 əsasdan 8 3-dür. Üzərinə gəl loqaritma 2 əsasdan 12. Vurulsun loqaritma 2 əsasdan 12. Bərabərdir. 1-i 2-yə vurdum. 2 tapıldı. 1-i vurdum loqaritma 2 əsasdan 12-yə. Bir dənə. Bir də burada bunu 2-yə vuranda 2 dənə də buradan oldu 3 dənə. Topladım birbaşa uşaqlar. Bir də sonda bunları bir-birinə vuranda nə olacaq? Üzərinə gəl loqaritma 2 əsasdan 12-nin kvadratı. Sonra davam edirəm. Sağa gedə bilmirikmi biz burada? Biraz da sağa gedə bilsək, yəni olardı. Aha. Bundan sonra nə qaldı yerdə? 3-ü vuracam bura. Deməli, çıxılsın 3 loqaritma 2 əsasdan 12. Bir dəfə də bunu bura vuracaq. Qarşıda mənfi var. Mənfi loqaritma 2 əsasdan 12-nin kvadratı. Bunlar islah gedər. Bunlar islah gedər. Cavabımız 2. Bəli, bu tip suallarda uşaqlar nə edə bilərsiniz? Məsələn, buna bir deyək ki, X deyə bilərsiniz, bir T deyə bilərsiniz. Axırda onsuz da onlar islah gedir. Yəni, bu qədər mürəkkəb yazmaq istəmirsinizsə, burada T deyə bilərsiniz. 20 şəbə görürsünüz. Az qala bir dənə sualı buradan itirək. 24-ə baxacaq. 24 uşaqlar vacib sualdır. Bunu sadəcə uşaqlar bəzən gözdən qaçırır. Bunu başqa cür həll eləməyə çalışırlar. Nəsə, amma gözdən qaçırırlar. Gəlin müəllim isə bunun həqiqi üsulunu desin. Birinci uşaqlar, burada biz bunu 2 hissəyə ayırırıq. Biz düşünürük ki, əgər 7 çıxılsın x ifadəsi mənfidirsə, yəni sağdakı ifadə mənfidirsə, soldakı ifadə kökün altında olduğu üçün hər bir halda ondan böyükdür. Yalnız içərisi mənfi olmasın. Böyük bərabər 0. Təzədən deyirəm. Burada sağdakı ifadə 7 çıxılsın x mənfi olacaqsa,
avtomatik olaraq sol tərəf böyükdür. Çünki sol tərəf kökün altında nəsə yazılıb. Yəni o mənfi ola bilməz. Ya sıfırdır, ya müsbətdir. Amma kökün altı mənfi olmasın sadəcə. Yəni onu orada qeyd elə ki, kökün altı mənfi olmasın. Bu bizim bir dənə həllimiz birləşir. Yəni yarısı budur, hələ yarısı da var. Əgər 7 çıxılsın x böyük bərabərsə sıfırdan, onda sən bunu adi hesablamalısan. Yəni sağ tərəf mənfi olarsa hesablamağa dəyməz. Onu demək istəyirik. Amma mənfi deyilsə hesablamalısan. Yəni bəlkə bu 4-dür, bu 3-dür məsələn, nə bilim bu 5-dir, bu 2-dir, ya bu 7-dir, bu 3-dür. Dəyişə bilər, onu hesablamalısan. Amma bura mənfi olduğu zaman hesablamalı bir şey yoxdur. Sağ tərəf mənfi də olsa, sol tərəf həmişə böyükdür. Kökün altı mənfi olmadığı müddətcə hər zaman doğru olacaq. İndi bunu yüksəldək kvadrata. Hər iki tərəfi. Bu olacaq 27 çıxılsın x böyük bərabərdir. 49 çıx 14 x üzərinə gəl x kvadrat. Gəlin burada hər ikisini hesablayaq. Burada uşaqlar nə aldıq? X o tərəfə atsam, x 7-dən böyükdür, bu tərəfə atsam. X deməli 27-dən kiçik bərabərdir. Yəni 7-dən böyük, 27-dən kiçik. Bu olacaq 7 daxil deyil. Fikir verin. Aşağı sərhəd daxildir, amma 27 daxildir. Bu bizim bir cavabımız. Burada isə nə edək? Hesablama aparaq. Bunu gəlin hesablayaq. Hamısını sağa aparsam, olacaq x kvadrat. Mənfi x gəldiyi zaman burada mənfi 14x yanı, mənfi 13x olur. Çünki müsbətləşir. 27 bura gəlsə, 49 çıx 27. Neçə olacaq? 20 üstə gəl. 21 mi oldu? Yox, 22 oldu. 22. İşarə necə idi? Belə baxır. O tərəfə baxır, kiçik bərabər. Düzəltdik. Bunu da ayrıca həll edirik. Bir də əlavə nə olmalıdır? X burada kiçik bərabər 7 olmalıdır. X atdım o tərəfə. İndi burada gəlin V-lə bunu tapaq uşaqlar. Bir kökümüz 2-dir, biri də 11-dir. Düzdür. Vuranda 22, toplayanda 13, əksin yazıblar. Deməli bizim burada cavabımız intervallar nəsə bunu hesablamaq ehtiyac yoxdur. Bu 2, 11 olacaq. Amma biz yenə bunu buradan tapaq. Deməli belə deyək. 2, 11 düzdür. 2, 11-in də özümdən dedim. Yəni misala baxan kimi görünür, amma bilməyənlər üçün deyək. Bura 2 yazıram, bura 11. Hər ikisi daxildir. Ayırıq bunu intervallara. Plus, minus, plus deyirik. Bir nə zaman kiçikdir olar? Bu da 2-11 aralığıdır. Yazıram bura 2-11 parçası. Belə də tapmaq olur bunu. İndi bizim burada cavabımız nə olacaq? Yenə burada uşaqlar sistem varsa, bu cavabla bu cavabı təşkilləmək lazımdır. Biri bizə deyir ki, 7 burada yazaq. 7-dən nə olsun? Kiçik olsun. Belə gedir. O biri bizə deyir ki, 2-11 aralığı. Burada 2-dirsə, burada 11 olsun. 2-11 aralığı cavabımız. Onda bizim yekun cavabımız nə olacaq? Kəsişmə 2 ilə 7 arası. 2, 7 parçası. İndi buradan gəlin cavablarımızı tapaq. Nə olacaq? Burada hansı qiymətlər var? Deməli, 2 var, 3 var, 4 var, 5 var, 6 var, 7 var. 6 qiymət buradadır. Biz buradan 7-dən 2 çıxıb üzərinə 1 gələ bilərdik. Burada isə 27 çıx 7, 20 dənə orada qiymət var. 26 qiymətimiz olacaq bütövlükdə. Qəşəng sualdır həqiqətən də. Cavabımız 26. Əla sual. Uşaqların səhv elədiyi suallardan. Burada bunları biz aşağı gətirim. Biz deməli buradan baxacağıq. İsbat sualımız da var. İspat sualları tam olaraq imtahana uyğun bir isbatdır. Ümumiyyətlə isbat sualları sadə, daha çox həndəsəyə uyğun nəsə bir isbat olur. Cəbir də ola bilər sözcük, amma əksər hallarda. İndi uşaqlar biz funksiyanın bu parçada ən böyük qiymətini axtarırıq. Weierstrass teoreminə görə, Weierstrass, tələffüz edə bilmirəm çox yaxşı. Weierstrass teoreminə əsasən biz deyirik ki, deməli AB parçasında kəsilməz olan fx funksiyasının ən böyük yaxud ən kiçik qiyməti bu parçanın uc nöqtələrində yaxud parça daxilində olan böhran nöqtəsində yerləşir. Yəni biz əvvəlcə bu funksiyanın deməli törəməsini tapıb sıfıra bərabər edəcəyik, böhran nöqtə tapacağıq. Ondan sonra həmin nöqtə bu parça daxilindədirsə, onu da funksiyada yerinə qoyacağıq. Bu parçanın -8 və 10 qiymətlərini də yerinə qoyacağıq. Oldu 3 dənə qiymət. Yəni təbii ki, törəmədə bəlkə 2 dənə qiymət tapıldı, o bilmir. Yəni nə qədər qiymət olsa onları da yerinə qoyuruq və funksiyada müəyyən qiymətlər tapırıq. O qiymətlər daxilindən ən böyüyünü götürəcəyik. Birinci deməli bizim işimiz nədir? Əvvəlcə törəməsini tapmaq. Bu funksiyanın törəməsini tapaq uşaqlar. Bunun törəməsini tapaq. Bunu bəzən şagirdlər vurub açırlar, daha sadə olsun deyə. Amma bunu birbaşa da belə törəməsini tapmaq olar. Mürəkkəb funksiyanın törəməsi kimi. Yəni məsələn biz belə deyək də, buraya yazıram x kvadrat, məsələn. X üstü 3 ya da. Bunun törəməsini tapanda biz nə deyirik? 3
x kvadrat. Əslində biz bunu x-in törəməsinə vururuq. Sadəcə x-in törəməsi 1 olduğu üçün bir önəmi qalmır. Yəni əslində biz bütün funksiyalara mürəkkəb funksiya kimi baxırıq. Amma burada bir rolu yoxdur gördüyümüz kimi. İndi buradan yazacağam 2-də 1 x üstəgəl 3-ün kvadratı. Yəni bunu vurub aça da bilərsiniz, problem yoxdur. Vurub açmaq deyəndə yəni yüksəldə bilərsiniz kvadrata, ondan sonra daha rahat bəlkə törəmə tapacaqsınız. Sizin üçün daha rahat da ola bilər. Nə demək istəyirəm? Məsələn, deyək ki, bunu yüksəltdiniz kvadrata, buraya yazıb 2. Bərabər nə olmalıdır? Törəməsi 0 olmalıdır. Əvvəlcə bunu sadələşdirək. Olacaq deməli 4-də 1 x kvadrat. X-in hasilinin 2 misli nə olacaq? Deməli 3x olacaq. Üzərinə gəl 9 çıx 20. Kiməsə məsələn belə daha rahatdır. Belə deyək. Yüksəltdim kvadrata, yəni sadələşdirirəm əvvəl. 4-də 1 x kvadrat. X-in hasili var 2 vurulsun, 2-də 1 vurulsun 3. Bunlar getdi 3 qaldı. Bəli. Son olaraq 4-də 1 x kvadrat 3x çıxılsın 11. Bunu tapdıq. Sən demə bizim funksiyamız bu imiş. Biz bunun törəməsini tapmalıyıq. Belə yazdıq. Yazmaya da bilərdik, yenə deyirəm. İndi buradan törəmə tapsaq uşaqlar, bunun törəməsini tapmalıyıq. 4-də 1 x kvadratın törəməsi nə olacaq? 2 qarşıya gəlir, x-in qüvvətindən 1 çıxıran 1 qalır. Burada 3x-in törəməsi elə bizə 3-ü verəcək. Bura onsuz da yoxa çıxır. Çünki sərbəst həddir, yəni dəyişəni olmayan bir ədədin törəməsi 0-dır. Bərabər 0 yazdım. Burada x üstü 1 qalmışdı. Bu oldu, bundan getdi. Oldu 2-də 1 x üstəgəl 3 bərabər 0. 3-ü o tərəfə atdıq. 2-də 1 x bərabər -3. Çarpaz vurduq, x bərabər -6. İndi bu -6 bu parçaya daxildirmi? Daxildir. -8 ilə 10 arasında. Deməli, -6-nı biz istifadə edəcəyik. Bir də uşaqlar bunun bu bir üsulunu da deyim. Çünki bu daha qəşəng üsuldur. Törəmə tapmaq. Çıx 20. Bu törəməsini tapıramsa əgər uşaqlar. Bu 2 qarşıya gəldi. 2 vurulsun, 2-də 1 x üstəgəl 3. Bir də vurdum mürəkkəb funksiya olduğu üçün içəridəki funksiyanın törəməsinə. Bunun da törəməsi nə olacaq? Elə bizə 2-də 1 verər də. Çünki 3 yoxa çıxır. Törəmə tapanda 2-də 1 x-in törəməsi 2-də 1-dir. Çıx 20. 20 də törəməsi 0-dır. Bu da yazmaq ehtiyac yoxdur. Ədədin törəməsi 0-dır uşaqlar. Bərabər 0. Buradan 2-də 1 ilə 2 getdi. Qaldı yekunda 2-də 1 x üstəgəl 3 bərabər 0. Yenə burada x tapdıq. -6. Bayaq tapdığımız kimi eyni şeydir yəni. Bunu biləndən sonra mən artıq bildim ki, bizim bir dənə belə bir böhran nöqtəmiz də var imiş və bu parçanın daxilində olduğu üçün mən nələri tapmalıyım? Birinci onsuz da f-8 və f10-u tapmağa məcbur idim, tapmalı idim yəni. Uc nöqtələrində biz bunun qiymətini tapmalıyıq. Əlavə olaraq f-6-nı da biz tapacağıq. Bu əslində qayda izahadır uşaqlar. Sizə deyirəm, qaydasını deyirəm ki, belə eləməlisiniz. İndi buradan gəlin, nə iş görək? Yerinə yazaq. Birinci f kiçikdən başlayaq. F-8 tapaq. Olacaq burada 2-də 1 vurulsun -8 üzərinə gəl 3 kvadratı çıxılsın 20. Bundan bu getdi -4 üstəgəl 1 -1 1 çıx 20. Cavabımız -19. Bu bir dənə qiymətimiz. Bunu silirəm burada. Yazıram -19. 1 tapıram. Sonra -6-nı yerinə yazıram. F-6 bərabərdir. 2-də 1 x-in yerinə -6 yazdım. Üzərinə gəl 3-ün kvadratı çıxılsın 20. Bu nə oldu? Bundan bu getdi -3, 0. 0-ın kvadratı 0, -20 qaldı burada. Düz dedik də? Bəli. -20 də oldu bizim digər qiymətimiz. Artıq -19 olan yerdə -20-nin mənası yoxdur. Son olaraq f10-u tapaq. f10 da bərabərdir. Yazaq bura. 2-də 1 vur 10 üzərinə gəl 3. Kvadratı çıxılsın 20. Bu deməli bizə 5-i verdi. 5 üstəgəl 8, 8-in kvadratı 64, çıxılsın 20. Cavabımız 44. Ən böyük qiymət nə oldu? 44 oldu. Cavabımız deməli 3-cü qiymət. Ən böyük bu tapılır. Yəni həll üsulu belədir. Gəldim növbəti bir suala. Məxrəci 3120 olan düzgün kəsrlərdən neçəsini sonlu onluq kəsr şəklində göstərmək olar? Biz nə edirdik uşaqlar? Götürürdük bunu, vuruqlara ayırırdıq və oradan yalnız məxrəcdə 2 və 5 vuruqları ola bilər deyə qalan bütün vuruqları atırdıq. Yerdə saxlayırdıq 2-5 vuruqlarını. Yəni, birinci belə deyək uşaqlar. Bunu 312 vurulsun 10 yaza bilərəm. Çünki niyə? Oradakı 10 dəfə azaltmaq artıq vuruqlara ayıranda bizim işimizi bir xeyli asanlaşdırır. Ondan sonra 312 nəyə bölünür? 4-ə bölünür. 12 ilə bitdiyi üçün 3-ə də bölünür. Onda mən bunu elə 12-yə bölüm. 4-ə 3-ə bölündüyü üçün. 312-ni 12-yə bölsək, 12 vur neçə olar bu? 31 bölünür 2 dəfə, 24. Nə qaldı orada? 7. 72 də 6 dəfə. 12 vur, 26 vurun. Bax, xırda-xırda parçaladım, məsələ bitdi. 12 olacaq 2 dəfə, 4 dəfə 3.
4 2 üstü 2-dir, vurulsun 3. 26 2 dəfə 13 deməkdir. 2 vur 13. 10 da nədir? 2 vur 5 deməkdir. İndi sadələşdirək. 2-ləri bir yerdə yazıram. Olur bu 2 üstü 4. Deməli qaldı burada 3, 5, 13. Bunların çox bir önəmi yoxdur. Deyir ki, neçəsini sonlu onluq kəsr şəklində göstərmək olar. Biz dəfələrlə demişik ki, məxrəcdə yalnız 2 və ya 5 vuruqları olduğu zaman mən bunu onluq kəsr kimi göstərə bilərəm. Məsələn, deyək ki, burada yazsam 4-də, məsələn 3 yazsam, deyəsən ki, müəllim bunu vurarıq 25-ə, yazarıq 100-də 75. Necə elədim? 2 dənə 5-ə vurdum. 2 dənə 2 olduğu üçün. İndi burada 3 dənə 2 olsa 3 dənə 5-ə vurardım. Yəni 2 və 5-lərin sayı eyni olduğu zaman hasil bizə 0 verir, 10 verir yəni. Amma orada mən 3 yazsam məxrəcdə 3-də 1. Sən 3-ü nəyə vuracaqsan ki, onu kəsə düşün? Mümkün deyil. Çünki onun, yüzün, minin, milyonun içərisində və digər bütün onluq ədədlərin içərisində 2 və 5-dən başqa vuruq yoxdur. Ona görə də 13-ü atdım, 3-ü atdım, yerdə qaldı 2 üstü 4 vurulsun 5. Bu oldu 80. Amma 80-də 1 düzgündür, 80-də 2 düzgündür, 80-də 79-a qədər gələ bilərəm deyə 80-dən bir dənə 1 çıxıram, yerdə qalır 79 dənə belə kəsir. Bu topluda olan suallardandır uşaqlar. Çox istifadə olunan sualdır. Gəldik, burada uyğunlaşdırma sualı. Bilirik ki, bloka həmişə bir dənə uyğunlaşdırma sualı düşür. Sinus 2x bərabər 1. Gəlin biz bunu həll edək. 2x bərabərdir, xüsusi hallardır. Sinus 1-i nə zaman alır? Alır pi bölünsün 2-də. Pi bölü 2 yuxarıda, bunu aldı. Bir də harda alacaq? Təzədən 360 qayıdıb onu bir də alacaq. Başqa yoxdur ki. Burada 0 alır, burada -1, burada 0, yenə 1. Deməli 1 gəlməsi üçün 360 dərəcə dönməlidir. Və bu cür vahid çevrəni bilsəz, trigonometriyanın 70%-ni bilirsiniz deyə bilərik. Üzərinə gəl. Pi k. X nəyə bərabərdir? Hər tərəfi 2-yə böl. Pi bölü 4 üzərinə gəl pi k. Bu oldu bizim birincinin cavabı. Bir-bir tapıram. İkinciyə baxaq. Bizə deyir ki, modulda sinus x bərabər 1. Burada əslində biz nə düşünə bilərik? Sinus x-in 1 və -1 olması bizim işimizə yarayır. Yəni, nə zaman sinus x-in modulu 1 olar? Deyə bilər ki, müəllim, sinus x 1 olduğu zaman, bir də sinus x -1 olduğu zaman. Onda gəlin düşünək. Sinus x burada 1-i aldı, düzdür? Burada da -1-i aldı. Deməli, 1-dən -1-ə pi böl, daha doğrusu pi qədər getməlidir. Pi qədər gedir, alır. Pi dəfə hərəkət edir hər dəfə, düzdür? Normalda məsələn 1 alması üçün 2 pi dövr eləməlidir. Amma 1-dən -1-ə yol pidir. Yəni burada belə düşün, açıq bucaq kimi düşünün məsələn. Pi qədər getməlidir, 180. Belə-belə davam edir. Onda üzərinə pi k gələcəm. Mən belə düşünürəm. Deyirəm ki, 1-i aldığı bucaq üzərinə x bərabərdir pi bölü 2. Pi bölü 2, yəni 1-i aldığı bucaq üzərinə pi k gələrəm. Hər dəfə pi k gələrəm, 1-dən gəlir -1-ə, təzədən 1-ə, təzədən -1-ə. Çünki 1 də ala bilər, -1 də ala bilər. Bu bunun bir dənə yanaşması. Bir də buna, bu ikinci, bir də buna belə yanaşaq uşaqlar. Mən başa düşürəm ki, sinus x-in modulu 1-dirsə, ya 1-dir, ya -1-dir. Bu 1 yaxud -1 olduğu zaman kosinus nə olacaq? Kosinus 0 olacaq. Bunu bilirik, düzdür. Kosinus x 0-dırsa, onda bunun düsturunu bilməlisən. Bilməlisən ki, bu pi bölü 2-də 0 alırdı. 0 aldı pi bölü 2-də. Bir də onun pi k misillərində yuxarıda 1, aşağıda -1 olduğu zaman sinus, kosinus 0 olur. Niyə? Çünki kvadratları cəmi 1 olmalıdır. Ona görə biri 1 olduğu zaman o biri avtomatik 0 olur. Üzərdən gələn pi k. Yenə bax, eyni şey aldıq. Hər iki halda baxa bilərsiniz. Yekunda aldıq sinus 2x bərabər 0. Bunu da tapaq. 2x. Sinus 0-ı nə zaman alır? Pi k-larda. Yəni 0-ı ancaq buralarda alır da. Yuxarıda 1, aşağıda -0, 0 burada və burada alır. Vahid çevrə üzərindən danışıram. Təsəvvür edirsə təbii ki. X bərabər bu olacaq pi k bölünsün 2. Bu da bizim üçüncümüzün cavabı. Pi k bölü 2. İndi baxaq görək. Birincinin cavabı pi bölü 4. 1 s-dir. 2 pi bölü 2 üstə gəl pi k. Pi bölü 2 üstə gəl pi k. 2 a-dır. Üçüncü də pi k bölü 2. Bu da y-dir. 1 s, 2 a, 3 y. Bəli. Bu da k-nı aşağıda yazıb, bir şey dəyişmir. Gəldim situasiya testimizə. Görək nə deyir bizə. Deyir ki, şirkət mebel sexinə ümumi sayı 50 ədəd olan 3 müxtəlif növ iş masası sifariş verdi. Böyük ölçülü masa 120 manata, orta ölçülü 80, kiçik 60. Mebel sexi hər hansı növdən 20 ədəd və daha çox olan müştəriyə bu qədər endirim eləyir. Şirkətdə 20 otaq var və alınmış masalar bəzi otaqlarda 2 növ, yalnız bir növ masa olmağı yerləşdirilir. Başlayaq birinci uşaqlar ən əvvəldən. Buraya yazıram böyük ölçülü, orta ölçülü, kiçik ölçülü. Buradan yazaq. Böyük ölçülü, orta
ölçülü və kiçik ölçülü. Yazaq ki, yadımızda qalsın. İndi buradan deyir ki, ümumi sayı 50-dir. Bu yadımızda qalsın. Və bizə deyir ki, 3 müxtəlif masa var, böyük, orta, kiçik. Bunu da faizlə verib. İş masaların növlərini faizlə verir. Məsələn, böyükdən deyir ki, 30%dir. 50 dənə ümumi masa var, 30%i böyük masalardır. 50-nin 30%-ni tapsa, olacaq sıfırlar gedir 15 dənə. Böyük masadan 15 dənə var. Orta masa 50%, yəni yarısı. 50 ədədin yarısı nə olacaq? 25. Siz 50%-ni ayrı tapa bilərsiniz. 15-25 neçə oldu? 40 oldu. Yerdə nə qədər qaldı? 10 dənə qaldı. Bəli, yenə faizdən tapa bilərsiniz. 50-nin 20%i bizə yenə də onu verəcək. Onu tapdıq. Böyük ölçülü 120 manatdır. Orta ölçülü 80 manatdır. Kiçik ölçülü də 60 manatdır. Deyir ki, 20 ədəddən çox alsam, hansı ki, bax, orta ölçülüdə 20-dən çox almışam, nə baş verir? 20-dən çox aldığımız zaman 25% endirim eləyirlər. İndi bir gəlin əvvəlcə pulu hesablayaq. Birincidə 15 vur 120. Görüm nə qədər pul vermişəm bura? 120. Böyük ölçülü 120 idi də. Aha. Bu olacaq 15 dəfə 12, 18, 1800. Böyük ölçülüyə 1800 pul verdim. Orta ölçülü 25 vur 80. Amma 25-i 80-ə vuraq istisi birinci. Olacaq bu 2000. Amma 25% endirim eləyiblər. Niyə? Çünki 20-dən çox almışam. 20-dən çox alanda 25% endirim eləyir. 2000-ə 25% endirim eləyəcək. Vurarıq %75-ə. Bu sıfırları buradan atdıq. 2 dəfə 75, 150, 1500. 1500-dən oldu. Gəldim kiçik ölçülü. Bu da 10 dənə almışam 60 manatdan. 600 manat da buna vermişəm. Sual nədir? Şirkət ən çox məbləği hansı növ masalara ödəmişdir və bu məbləğ ümumilikdə nə qədərdir? Ən çox gördüyümüz kimi böyük ölçülü masalara verib 1800 manat. Böyük ölçülü cavabımız 1800. Sonra cədvəldə müxtəlif növ masalar qoyulmuş otaqların sayı göstərilmişdir. A böyük ölçülü masalar qoyulmuş çoxluq, B orta, C. Nə deyir bizə? Burada deyir ki, Eylervenden bunları göstər. Və nə deyir bizə? Fikir verin. Burada uşaqlar kiçik ölçülü masa var, böyük, orta bunları bildik və həm kiçik, həm də orta ölçülü masa 4 dənədir. Həm orta, həm də böyük ölçülü masa 0-dır. Burada uşaqlar məsələ bu idi ki, əvvəldə burada qeyd eləyib. Masalar bəzi otaqlarda 2 növdür, bəzilərində yalnız 1 növ, amma 3 növ olan yoxdur. Yəni Eyler-Venn diaqramı çəkəndə üçünü də kəsişdirməyəcəyik. Üçü kəsişmir çünki burada. Və digər tərəfdən, yəni belə çəkəcəksən də burada, onu belə. Ayrı-ayrı. Bir var ki, belə çəkəsən, Eyler-Venn. Bu zaman burada üçünün kəsməsi var. Yəni üçü də eyni yerdə, eyni otaqda ola bilər. Bu deyir yox, olmaz. Yalnız ya bir, ya ikisi. Ona görə nə baş verdi? Ona görə buradan biz belə çəkirik. Deməli, bunu buradan yerləşdirək. Biri bu olsun, biri bu olsun, bir də bu olsun, tutaq ki. Birinci, həm kiçik, həm də orta ölçülü masa var. Amma həm orta, həm də böyük ölçülü masa 0-dır. Yəni bir otaqda həm orta, həm də böyük ölçülü masa yoxdur. Deməli, orta ilə böyük kəsişmir. Onda mən ortanı buraya yazanda böyüyü buraya yazaram. Kəsişməsinlər deyə. Amma kiçiklə burada kəsişmə oldu. Bunu qeyd elədik. İndi əvvəl başlayaq kəsişmələrdən. Həm kiçik, həm də orta ölçülü 4 masa var. Kiçik, orta, ikisinin kəsməsi 4 dənədir. Həm orta, həm də böyük, orta və böyük 0-dır, kəsmə yoxdur. Kiçik ölçülü masa 7 dənədir, düzdür? Bu qalsın. Orta ölçülü masa 12 dənədir. İndi burada 4 dənəsi buraya yazdım, 8-i bura qaldı. Düzdür? Ancaq böyük ölçülü o bura olacaq. 5 dənə və bunları yazdım, qeyd elədim. Bir dənə bu qalıb. Ancaq böyük ölçülü 5 dənə. O sırf böyüyə aiddir. Ancaq kiçik ölçülü o da bax buradadır. Yəni nə böyüklə, nə ortadan kəsişmir. Sırf ən kiçik. Sonra bunu da istifadə elədik. Bunu da istifadə elədik. Hamısı istifadə edən qaldı kiçik ölçülü masa. 7 dənə olmalı. 4, 1, 5, ikisi də qaldı bura. Sual nədir? Elə bunu soruşurdu. Ümumi 20 olmalıdır, görək. Deməli 10, 20 dənə masadır, bəli. Gəldik. Şirkətə gələn müştərinin təsadüfən daxil olduğu otaqda 2 müxtəlif növ iş masasının olması ehtimalını tapın. Deməli, burada 20 otaq var uşaqlar. 20 dənə otağa girə bilər. Birində ancaq orta ölçülü masa var 8 dənə. Birində həm orta var, həm kiçik. Birində yalnız kiçik. Birində həm kiçik, həm böyük. 2 dənə yəni burada var. 2 otaqda həm kiçik, həm orta, həm kiçik, həm böyük ölçülü masalar var. Bir də yalnız
5 otaqda da ancaq böyük ölçülü masalar var. Bunları burada yazmışıq. Deməli, biz burada PA yazırıq. Mümkün hal 20-dir. Əlverişli hal nə qədərdir? 2 müxtəlif növ iş masası. Bax, burada 4 və 2. Ümumi cəm 6. Yəni 6 dənə otaqda 2 müxtəlif növ, deməli, nə var? Masa var. İxtisar da aparsaq, bunu olar nə qədər? 10-da. Gəldik indi də birinci qrupların suallarına. 28-də bizə deyir ki, funksiyasının qrafiki və y bərabər 8 düz xəttirin əmələ gətirdiyi qapalı fiqurun sahəsini tapın. Şimdi buradan nə edəcəyik? Əvvəlcə gəlin kəsişdirək. 2 düz xətt edirəm. 2 qrafiki kəsdirək. X çıx 1 üzərinə gəlir ki, bərabərdir 8. Qrafiklər kəsirsə uşaqlar, onların x-ləri və y-ləri nə olur? Bərabər olur. X2, y2, x1, x2-yə, y1, y2-yə bərabər olmalıdır. Kəsişdikləri nöqtədə. Biz də həmin nöqtələri tapmalıyıq. Yəni, burada 2-ni sağ tərəfə alsaq, modul x çıx 1 bərabərdir 6. X çıx 1 6 ola bilər, bir də x çıx 1 mənfi 6 ola bilər. X buradan 7 tapıldı, x buradan mənfi 5 tapıldı. Deməli, bunlar 2 nöqtədə kəsişdir. Mənfi 5, müsbət 7. Gəlin biz burada qrafiki qrup göstərə üzərində. Deməli, şəkillər orada. Bunu seçdik. Birinci uşaqlar, nəyi bilməliyik? Bax, bizim buradakı funksiyamız modul x-in, hansı ki modul x-in qrafiki belə idi, belə bir şeydir. Bu modul x funksiyasının qrafikinin 1 vahid sağa, 2 vahid yuxarı qalxmasıdır. Yəni 1 vahid belə gəldik, 2 vahid yuxarı qalxdıq. Belə bir şey oldu. Sonra belə bir v hərfi olacaq. Amma hansı nöqtələrdən keçir uşaqlar? Biri 7-dir, biri də mənfi 5-dir. Və digər düz xəttimiz hansı düz xətti uşaqlar? Y bərabər 8 sabit funksiyadır. Sabit funksiyamız. Buradan bir y bərabər 8 düz xətti çəkək. Bu da y bərabər 8 düz xətt. Düz xətt adı bildiyimiz sabit funksiya olduğu üçün belə yazacaq. Deməli, bizim funksiyamız bax buradan keçir. Bir nöqtəmiz budur, biri də budur. Yəni belə olacaq bizim qrafikimiz. Çünki uşaqlar bu nöqtədə bunlar kəsir. Mənfi 5 və 7. Və hər ikisində x-ə mənfi 5 versəz, 7 də versəz, cavabımız nə olacaq? 8 olacaq. Çünki burada elə 8 ilə bərabərləşdirmişdik deyə bunu tapacaq. İndi bu fiqurun sahəsini tapmaq üçün nə edərik? Birinci bizə bu fiqurun hündürlüyü lazımdır. Hündürlük, yəni bu nöqtədən buraya endirdiyimiz hündürlük ki var. Burada uşaqlar, bütöv məsafə nə qədərdir? 0-dan 8-ə 8 santimetr. Amma burada 2 santimetr var. Yerdə qaldı 6. Həmin hündürlük. Ümumi 8-dir. 0-dan 8-ə qədər. Y bərabər 8 düz xəttinə qədər. Digər tərəfdən 1-dən 2-yə qədər gəlmişdim. 2 vadi yuxarı qalxmışdıq. Yerdə qaldı 6. Bir də ki, mənfi 5-dən də 7-yə qədər 12 santimetr. Onda bu üçbucağımızın sahəsi S bərabərdir. 2-də 1 A vur H A-ya görə yazacağım. 2-də 1 vurulsun. Oturacağımız 12, H-ımız da 6. 72 bölü 2, 36 olacaq cavabımız. Gəldik son 2 sualımıza. Deməli, trapesiyanın böyük oturacağından bu qədər bucaq əmələ gətirdik. Bunu gəlin buradan çəkək. Bir trapesiyamız var. Belə bir trapesiya çəkdim. Deyir ki, trapesiyanın böyük oturacaqla 75 dərəcəli bucaq əmələ gətirən diaqonalı. Belə bir diaqonalımız var uşaqlar. Bu burada 75 dərəcə əmələ gətirirmiş. Biz inandırıcı olmadı sanki. Üz üstdən böyük oturacaqla burada. Böyük oturacaqdır mənli. 75 dərəcə. Böyük oturacaq buradır. Elə bir yan tərəflə deyir. Yan tərəfə perpendikulyar, bura 90 dərəcə. Onda bura oldu 15 dərəcə. 15, 75, 90. Böyük oturacaq 24-dür. Trapesiyanın hündürlüyünü tap. İndi burada diqqətli olaq. Bu düzbucaqlı üçbucaqda çox bir məlumatımız yoxdur. Çünki biz burada nəyi bilmirik? Biz burada heç bir şey demək olar ki, bilmirik. Yəni əslində 15, 75, 90 üçbucağını bilən uşaqlar bilir ki, hipotenuza endirdiyimiz hündürlük hipotenuzun 4də biridir. Hipotenuz bərabərdir 4 vurulsun h. Nə zaman? Sırf 15, 75, 90 üçbucağında. Və bunun da biz isbatını ümumiyyətlə düzbucaqlı üçbucaqda uşaqlar ilk teorem ağlımıza gəlib Pifaqor teoremi, ikinci isə möhtəşəm üçlük ağlımıza gəlməlidir. Yəni burada mən nə etməliyəm əslində? Burada uşaqlar bir median çəkməliyəm bura. Median çəksək, belə bir şey olacaq da, bu medianı belə endirək, belə inandırıcı olsun deyə.
Çünki niyə uşaqlar? Bu bərabər olmalıdır. Bu buna, bu da buna. Yəni bura 15 dərəcə olmalıdır. Ona görə inandırıcı olsun deyə. Yəni median normalda belə çəkməliyəm, amma fiqurumuz tam ona uyğun olmadığı üçün biraz bu tərəfə çəkirəm. Yəni siz bunu median kimi qəbul edin. Qoy mən bunu bucaqları burada yaxşı çəkə bilək. Şey verin. Belə bir şey olsun. Tutaq ki, bu mediandır. Belə qəbul eləyək. Ya buranı yarı böldü. 12, 12 deyə böldü. Bu da möhtəşəm üçlən, bu da 12-dir. Çünki hipotenuza mən əgər median çəkmişəmsə, o da 12 olacaq. İndi bizdən nəyi sorur? İndi fikir verin uşaqlar. Bax, burada 15-dir. Çünki bu bərabər yanlı oldu. %15, 15. Onda bu nə qədər olacaq uşaqlar? Bu bucağınız 30 dərəcə. Çünki bir xarici bucaq, 3 bucaq da özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Əla. İndi buradan hündürlüyü soruşur da, bu hündürlüyü endirsəm, fikir verin. 90'ın qarşısı 12'dir. Parçamız 12. Burada 30, 60, 90 var axı. Bura 30 dərəcədir. Bura 12'dir. Bunda hündürlüyümüz nə qədər olar? 12'nin yarısı 6 olar. Amma kimsə istəyirsə yadda saxlaya bilər. Düzdür, bizdə bu qayda çox istifadə olunmur. Amma kim istəsə yadda saxlaya bilər ki, 15, 75, 93 bucağında hündürlük hipotenuzun 4də biridir. Baxaq bu suala. ABCD paralelogramında bu məşhur sual. Ümumiyyətlə uşaqlar, isbatlar belə düşür. Yəni imtahana düşən isbat bu tipdə bir şey olur. Sadə bir şey olur, çox mürəkkəb deyil. Ona görə biz yenə bu suala baxaq. Və mən bu sualı çox zaman qayda izahında uşaqlara deyirəm. Çünki bu sual həm də qaydamızdır. 90 dərəcə altına keçməsi və s. Bunlar yəni deyilməlidir. A, B, C, D. A və D bucaqlarının tənbölənləri BC tərəfi üzərində kəsilir deyir. Bunu belə götürək. Bu tənbölən deyir ki, burada kəsişdi. Bir də buradan çəksək. Bağladı ki. Bir də buradan çəksək. Bunlar gəldi, burada kəsdi, düzdür. Burada kəsdilər. Və mən bilirəm ki, bu tənböləndir deyə. Bura alfadırsa, burada alfa olsun. Bura betadırsa, burada beta olsun. Tənbölən olduğu üçün eyni oldu və bura Y nöqtəsidir. İndi buradan uşaqlar biz nə bilirik? Biz bilirik ki, bucaq A üzərində gəl, bucaq D bərabərdir 180 dərəcə. Bucaq A 2 alfadır, bucaq B də 2 betadır. Bərabər 180 dərəcə. Hamısını 2-yə bölsəm, alfa üstə beta bərabər 90 dərəcə. Buradakı alfa ilə betanın cəmi 90 olduğu üçün bura mən 90 yaza bilərəm. Bu birinci. Deyir ki, buranın sahəsinin AY vurulsun DY bölünsün 2 olmasını isbat edin. Biz uşaqlar çox bəsit şəkildə deyə bilərik ki, bax bu üçbucağın sahəsi nəyə bərabərdir uşaqlar? Bu üçbucağın sahəsi katetlər AY vurulsun YD bölünsün 2. İndi mən burada AY YD'yə qeyd edə bilərəm də. Burada deyirəm ki, AY bərabər olsun A-ya, YD bərabər olsun B-yə. Belə də yaza bilərəm. Bura A, bura B yazıram. Sahəmiz olacaq A vurulsun B bölünsün 2. Burada sizlə razıyıq. Bu oldu bizim üçbucağımızın sahəsi. Deyir ki, ABC-nin A-ya vur D-yə bölünsün 2 olduğunu ispat edin. Burada nəsə ABC-nin ABC. Hə, bu diaqonal, bəli. İndi burada uşaq, biz birinci nəyi bilməliyik? Birinci onu bilməliyik ki, əgər bizim sahəmiz burada, üçbucağın sahəsi AB bölünsün 2-dirsə, bax, buradan bunu belə paralel çəksəm, biz nə görürük? Bax, bura S1-dirsə, burada S1-dir. Bura S2-dirsə, burada S2-dir. Yəni, bu çəkdiyimiz deməli, paralelən gördük ki, 2 dənə paraleloqram yarandı və bu üçbucağın sahəsi S1 üstə S2-dir. Paraleloqram sahəsi isə 2 dənə S1, 2 dənə S2-dir. Yəni, buradakı sahə ümumi sahənin hansı hissəsidir? Yarısıdır. Belə çıxır ki, biz eyni zamanda bunu buradan silib, bunu da çəksək, yenə bilirəm ki, diaqonal sahəni yarı bölür. Onda burada olur AB bölü 2, burada olur AB bölü 2. Məsələ bitdi. Bu da isbat olundu. Bunları yazmalısınız təbii ki. Bu şəkildə bunu isbat elədik. Yəni, nə başa düşdüm? Həmin üçbucaq da ümumi sahənin yarısıdır. Diaqonal çəkdiyimiz zaman da alınmış bu sahələr yarı olur. Sahənin yarısı olur yəni. Çünki belə 2 dənə konqurent üçbucağa bölünür. Belə əziz şagirdlər, sağ olun, özünüzə yaxşı baxın. PDF bu arada Telegramda var, yəqin ki, baxmısınız. Videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşərik.